Salam, axşamınız xeyir olsun, əziz şagirdlər. Deməli, dünən keçirilən buraxılış imtahanının suallarına baxmaq istəyirəm. İzahını bacardığım qədər verəcəm. Başlayaq birinci sualdan. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin deyir. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. Maşın saat 2-də şərqə tərəf yol aldı. Əvvəlcə bizə verilən variantlara keçməmişdən əvvəl biz bunların hansı hissəsi olduğunu, hansı morfoloji xüsusiyyəti daşıdığını özümüzdə təyin etməliyik. Məhdudlaşdırılmışdı. Nə? Nəqliyyatın hərəkəti. Nə üçün? Qarşı tərəf buz bağladığından və ya bağladığına görə. Buradakı tərəf sözü deməli bu fe'li sifət tərkibinin tərkibində olan isimdir. Maşın saat 2-də şərqə tərəf yol aldı. Buradakı tərəf isə istiqamət bildirən qoşmadır. Bunu özümüzdə təyin etdikdən sonra keçirik rəqəmləri verilən hərflərlə uyğunlaşdırmağa. Sözə qoşularaq məna çaları yaradır. Bunu heç biz qrammatikadan da bilməliyik ki, sözə qoşularaq məna çaları yaradan nədir? Qoşmadır. Nə edirik? Qarşısından 2-nin yazırıq. İfadə olunan fikrə münasibət bildirir. Bəs bu ifadə hansı nitq hissəmizə aiddir? Bu modal sözə aiddir. Bizdə isə bir isim, bir qoşma olduğuna görə bunun heç bir aidiyyatı yoxdur. Leksik mənası var. Bilirik ki, qoşmada yoxdur, amma isimdə var. C-ni yazırıq birin qarşısından. Yalnız qrammatik mənası var. Nəyin olacaq? Əlbəttə ki, qoşmanın. D-ni də yazırıq 2-də. Silirik. Cümlə üzvləri arasında əlaqə yaradır. Cümlə üzvləri arasında əlaqə yaradan bağlayıcıdır. Bunun bir aidiyyatı olmadığına görə bunu da silirik. Yəni, bu o demək deyil ki, 5 dənə hərf verilibdirsə, biz 5-ini də uyğunlaşdırmalıyıq. Variantlardan da göründüyü üzrə 5-ini də uyğunlaşdırmayıblar. Sadəcə uyğun gələnləri yazıblar. Uyğun gələnlər isə 1C, 2, ana, D oldu. Varianta baxsaq, C variantı olacaq doğru cavab. 32-yə baxaq. Deyir ki, tabeli mürəkkəb cümlənin təhlili ilə bağlı səhvi müəyyən elə. Tabeli mürəkkəb cümlə ümumiyyətcə uşaqların yaralı nöqtəsidir. Amma bunun bəzi məqamları var ki, həmin məqamlara diqqət eləsəniz, inanın ki, bundan asan və maraqlı dərs yoxdur. Sadəcə xırdaçılığı çoxdur və bu xırdaçılığı uşaqlar əzbərləmək istəmirlər, görmək, tanımaq istəmirlər. Deməli, baxaq. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanır. Buradan baxanda birbaşa iki bağlayıcısını görmək mümkündür və burada da bağlayıcı olduğuna görə, yəni ədat olmadığına görə budaq cümləni baş cümləyə bağlamaq funksiyasını daşıyır. Yəni, ad düzgündür, ona görə silirik ki, səhv istəyir. Deyir, birinci baş cümlə gəlib, sonra budaq cümlə gəlib. Ümumiyyətcə, ki ilə bağlanan tabeli mürəkkəb cümlələrdə əksərən birinci baş gəlir. O zaman ki, zaman məzmunu olmasın. Yəni, bir dənə zaman budaq cümlələrində bu qayda pozula bilər. Burada da həmin o istisnanı verməyiblər. Yəni, bu da B variantı da düzgündür. Həm baş, həm budaq cümlədə sintaktik əlaqənin hər iki növünə istifadə edilib. Sintaktik əlaqənin biz bilirik ki, iki növü var. Tabesiz və tabeli. Gəl baxaq görək, həm baş və həm budaq cümlədə tabesizlik əlaqəsi əvvəlcə yoxlayaq görək varmı? Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular. Elə birinci cümlədə burada tabesizlik əlaqəsi yoxdur. Tabesizlik əlaqəsini biz harada rast gəlirik? Həmcins üzvlər olmalıdır ya da tabesiz mürəkkəb cümlə olmalıdır. Cümlə tabeli mürəkkəb cümlədir, baş cümlədə isə tabesizlik əlaqəsinə daxil olacaq heç bir söz yoxdur. Tabeli əlaqəsinə aid olanlar əlbəttə var hər iki cümlədə, amma tabesizlik baş cümlədə olmadığına görə cavabımız olacaq C. Digər variantlara baxaq. Həm baş, həm budaq cümlə feili xəbərlidir. Baxaq, qoşulmaq feildir, yaşamaq feildir, düzgündür. Baş və budaq cümlələr müəyyən şəxsidir. Müəyyən şəxsi cümlədə bilirik ki, xəbər və mübtəda olmalıdır ya da mübtəda bərpa edilən olmalıdır. Qoşuldular kim? Xalqımızın mərd oğulları. Bu bizim birinci cümlənin mübtədası. Yaşasınlar kim? Nəsillər. Hansı nəsillər? Gələcək nəsillər. Nəsillər də bunun mübtədasıdır. Deməli, hər ikisi müəyyən şəxsi cümlədir. 33-ə baxırıq. Uyğunluğu müəyyənləşdirin. İsmi birləşmək istəyir, feili birləşmək istəyir. Qəfildən səs eşidildi. Burada heç biri yoxdur.
Ümumiyyətcə nə ismi, nə feili birləşmə yoxdur. Düşmənin çirkin niyyətini burada görürük. Uşaqların ən sevdiyi ismi birləşmə 3-cü növdür. B variantını ismi birləşməyə əlavə edirik. Sən bunu mu deyirdin? Heç bir birləşmədən istifadə edilməyib. Cəmil gedərkən uşaqlar yuxulu idilər. Yuxulu idilər kim? Uşaqlar nə zaman? Cəmil gedərkən, arkən. Bizim məşhur nə şəkilçimizdir? Feili bağlama veririk hara? Feili birləşməyə. Təşkil edilmiş bu sərgidə rəssamlar da iştirak edirdilər. Burada Y variantı çaşdırıcı variantı olub uşaqlar üçün. Təşkil edilmişi bu hissəni götürüblər feili birləşmə. Amma təşkil etmək, biz bilirik ki, etmək olmaq feillərini var olmaq, iştirak etmək mənası daşımırsa, biz onları ayırmırıq. Təşkil edilmiş burada mürəkkəb feildir. Bir sözdən ibarətdir. Birləşmə deyil, feilin özüdür. Yəni bunu götürmürük, amma burada bu sərgidə birinci növ təyini söz birləşmədir. İsmi birləşməyə aid edirik. 1B-Y, 2D cavab olmalıydı. Elə işləyən şagird də düzgün işləyibdir. Cavab 33-də A-dır. Verilmiş cümlələrdə zərfin mənaca hansı növləri işlənmişdir? Gəl baxaq. Biz əvəzlikdir. Kənd isimdir. Çatanda feili bağlamadır. Meşədəki sifətdir. Torağay isimdir. Səs isimdir. Güclə zərfdir. Eşidilirdi, feildir. Cavanşir isimdir. Bir qədər sayda ola bilər, zərf də ola bilər. Özündən sonra gələnə baxırıq. Dincəlib feili gəldiyinə görə zərfdir. Haşiyə alaq. Dincəlib feildir. Yoluna davam etdi. Yoluna isimdir, davam etdi də feildir. Bir qədərlə güclə. Çox asan sualdır. Güclə sual verə eşidilirdi. Necə eşidilirdi? Güclə. Bu olacaq tərzi, hərəkət, zərfi. Nə qədər dincəlib? Bir qədər dincəlib. Bu da olacaq kəmiyyət zərfi. Verdiyimiz suallardan onların məna növlərini asanlıqla təyin etmək mümkündür. Bir də tərz hərəkət, 2-də kəmiyyət olacaq D variantı 34-də. 35-ə baxaq. Hansı sırada bütün sözlərin yazılışı səhvdir? Düşgün yazılmır. Necə yazılır? Düşkün. Kokteyl yazılmır. Necə yazılır? Kokteyl. Ala yarımçıq necə yazılır? Ala yarımçıq. Elə A variantı düzgün variantdır. Bizdən səhvləri istəyirdi. Olacaq A variantı düzgün işarələnibdir. Dümağ bilirik ki, burada səhv yazılıb, amma kəmşirin düzgün yazılıbdır. Burada buna görə çıxırıq. Burada silindir düz yazılıb, üfüq düz yazılıb. İlbəil sözü düz yazılıb, yarım final düz yazılıb, heykəltəraş düz yazılıb. Yəni bu düz yazılan sözlərə görə digər variantları çıxırıq. Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir? Söz sıramız bizdə əvvəlcə yadımıza salırıq. Necədir cümlədə? Mübtəda, sonra tamamlıq, bilirik ki, sonra olacaq zərflik və xəbər. Təyinin isə cümlədə rolu yoxdur. İstədiyindən qabaqda gələ bilər. Yəni, amma bunlardan biri sırasını dəyişərsə, yəni zərflik tamamlıqdan qabağa keçirsə və ya xəbər gəlb hamısından qabağa keçirsə, cümlədə söz sırası pozulmuş olur. Deməli, söz sırasının pozulduğu hansı növdə həm sadə, həm mürəkkəb isim işlənmişdir, deyir. Gəl baxmağa çalışaq. Doğrusu, qohum əqrabanın sözləri mənim beynimə batır, yoldaş. Baxsaq burada, mənim beynimə batır ikisi birlikdə xəbərdir. Qohum nə beynimə batır? Qohum əqrabanın sözləri. Burada heç bir söz sırası pozulmayıbdır. Bu mübtədadır, bu da xəbərdir. Yəni, mübtəda və xəbərdən ibarətdir cümlə. Desəz ki, müəllim, bəs bu nədir? Bu olacaq modal söz, bu da olacaq xitab. Bunlar da ürəkləri harada istəyir, gələ bilər. İstəyir cümlənin ortasında, istəyir əvvəlində, istəyir sonunda heç bir söz sırasını pozmurlar bunlar. Çünki cümlənin sintaktik digər üzvlərindən əlaqə yaratmırlar. Yəni, A variantında söz sırası pozulmayıb. Bunu başdan silirik. Bu xəbəri eşidər-eşitməz hər kəs təlaşla binanı tərk etdi. Əvvəlcə söz sırasını yoxlayaq. Tərk etdi. Kim? Hər kəs. Necə tərk etdi? Təlaşla. Nəyi tərk etdi? Binanı. Fikir versək, daha doğrusu haranı tərk etdi? Binanı. Düzgün çəkə bilmədim. Bu tamamlıqdır. Baxsaq, zərfliklə tamamlıq yer dəyişib. Biz necə yazmışdıq? Tamamlıq zərflikdən qabaqda olmalıydı. Burada söz sırasının pozulması var. Bu birinci etap tamamdır. Bəs görək həm sadə, həm mürəkkəb isim varmı? Mən burada sadə isim görürəm, binanı sözü. Bax, bu söz sadə isimdir. Lakin mən burada mürəkkəb isim görə bilmirəm. B də ona görə getdi.
Gələcəyə. Bəs kimə yetişəcək o bağ-bağçanın qazancı? Burada aydın məsələdir ki, bax xəbərə bax. Xəbər gəlib cümlənin ortasına. Deməli, söz sırasının pozulması var. Gəl baxaq görək, sadə ilə mürəkkəb isimdə varmı? Bu mürəkkəb isimdir bağ-bağça. Amma qazanc sözü düzəltmə isimdir. Sadə isim yenə yoxdur, getdi. Açıldı bayraqlar, çalındı boru, açıldı. Görürsüz xəbər hara gəlibdi? Birinci sıraya gəlibdi. Mübtədadan qabağa keçibdi. Deməli, burada söz sırası pozulması var. Gəl görək sadə isimlə mürəkkəb isimlə tapsaq, deməli, bizim cavab elə budur. Bayraq görsən sadə isimdir. Bu sadədir. Vurhavur da mürəkkəb isimdir. Elə bizim cavabımız olacaq D variantı. Gəl görək Y variantında nəyə görə uyğunluq yoxdur? Sevgi əzəl gündən sevir baharı. Sevir görsən burada xəbərdir. Tamamlıqdan əvvələ keçibdir. Deməli, burada söz sırasının pozulması var. Amma gəl görək mürəkkəb isimlə sadə isimdə varmı? Bahar elə özü sadə isimdir. Lakin burada mürəkkəb isim yoxdur. Ona görə də Y getdi. Hansı cümlədə tamamlıq söz birləşməsilə ifadə olunmayıbdır? Gəl baxaq. Cümlədə hər zaman birinci xəbər tapılar. Mən öz şagirdlərimə bunu demişəm. Dəfələrlə ümid edirəm yadlarındadır. Dərmişik nəyi? Məmməd Həsən əminin bağından. Yox, bu zərflik oldu. Mən səhv işarə elədim. Hardan dərmişik? Məmməd Həsən əminin bağından dərmişik. Bu yer zərfliyi idi. Düzgün işarə eləyək. Bəs nəyi dərmişik? Meyvələrin hamısını. Fikir verdinsə, bu hissə, bax bu işarə elədiyim hissə tamamlıqda və söz birləşməsi şəklində ifadə olunub. Səndən olunmayanı istəyir. Vaqif, bu adamların çoxunu tanımıram. Tanımıram. Kimi? Adamların çoxunu. Bu hissə tamamlıqdır, düzdür? Bu da söz birləşməsidir. Hamı öz fikrinin doğru olduğuna inanırdı. İnanırdı. Nəyə? Fikrinin doğru olduğuna. Düzgün işarə edə bilməsəm də hər halda aydındır. Haşiyə alıram. Fikrinin doğru olduğuna. Bu da nədir? Tamamlıqdır. Özdə feili birləşməkdə ifadə olunan tamamlıqdır. Hətta burada öz də daxil olmalıydı. Çünki feili birləşmənin ayrıca təyini olmur. Öz fikrinin doğru olduğuna söz birləşməsidir, həm də feili birləşmədir. Əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzdilər. Gəl baxaq, gəzdilər. Haranı gəzdilər? Şəkinin görməli yerlərini. Biz bilirik ki, haranı sualı, ümid edirəm bilirik. Haranı sualı tamamlığın sualıdır. Yeganə hara sözünlə başlayan haranı sualı var ki, bu tamamlığın sualıdır. Şəkinin görməli yerlərini tamamlıqdır və yenə söz birləşməsi şəklində ifadə olunub. Yəni A, B, C, D sənin cavabın deyil. Y qalır geriyə. Gəl baxaq görək. Bu hadisədən sonra Sevil hər şeyi etiraf etdi. Etiraf etdi kim? Sevil nəyi? Hər şey nə zaman? Bu hadisədən sonra. İndi qulaq as. Burada hər şey tamamlığı var ha. Bu hər şeyi sadəcə olaraq mürəkkəb əvəzlikdir. Söz birləşməsi deyil. Mürəkkəb əvəzlik də bilirik ki, sadə cümlə üzvü rolundadır burada. Yəni tamamlıq söz birləşməsi şəklində olmadığına görə Y variantı olacaq sənin cavabın. İndi 38-ci sualı mən çox bəyəndim. Çox maraqlı sual idi. Gəlin baxaq. Burada bir dənə maraqlı nüans var. Onu indi qeyd eləyəcəm. Bizdən istəyir mübtədanın əlavəsini, bizdən istəyir tamamlığın əlavəsini. Qoy bir işarələr çəkməyək. Yer zərfliyinin əlavəsini. Biz bilirik ki, əlavə tire işarəsindən göstərilir əksərən. Vergüllə də göstərilə bilər, şəxsə görə uzlaşmayanda. Amma əksərən əlavəni biz tire ilə göstəririk. İndi yadımıza salırıq hansı qaydanı, onu deyəcəm C variantında. Ona qədər baxırıq, yazdıq nəyi? Məktubu. Kimə? Azərin atasına, bir də Amil dayıya. Kimə sualını çıxartdınsa burada tirələrin sağından və solundan. Kimə sualını çıxartdınsa deməli bu nədir? Tamamlığın əlavəsidir. Qoyursan tamamlığa. 2 gündən sonra kimi? Cavadı. Kimi? Yeni mühəndisi. Yenə kimi sualını çıxartdın. Kimi də tamamlığın sualıdır da, B-ni də verirsən tamamlığa. Bizim evimiz mənzərəli bir yerdə göl qırağında idi. Bayaq dediyim qaydanı burada yadımıza salırıq. Trenin sağı və sol hissələrindəki şəkilçilər və cavab verdikləri suallar eyni olmalıydı. Amma burada bir eynilik yoxdur. Fikir versəz burada idi hissəciyi var, burada yoxdur. Səni çaşdırmasın, götür bərpa elə.
Uşaqlar bəzən buna yer zərfliyinə əlavəsi götürürlər. Xeyr, elə olmaz. Sən əvvəlcə səni çaşdırmasın deyə iki tərəfi də bərabərləşdir. Bu biraz tənliyə oxşadır riyazi üsula. Amma burada da işləyir. Deməli, sağ və sol hissələri bərabərləşdir, ondan sonra qərar ver. Bizim evimiz mənzərəli bir yerdə idi, göl qırağında idi. Deməli, idi də qoşulubsa bu xəbərin əlavəsidir. Üstünə yazırıq xəbər. Qrupun yeni rəhbəri kim? Kim sualı. Gənc qız kim? Kim sualı çıxdısa, bu da nədir? Mübtədanın əlavəsidir. Bircə dəqiqə. Xəbərin əlavəsi bizə lazım deyildi deyə bunu buradan çıxardıram. Kim suallarını çıxartdıqsa D-ni veririk 1-ə. Anar kəndə bu doğma obaya tez-tez gəlirdi. Gəlirdi, hara gəlirdi? Kəndinə, doğma obasına gəlirdi. Bu da yer zərfliyinin əlavəsidir. Yeni də qoy bura. 1-də 2AB, 3Y sənin doğru variantın olacaq B variantı. Asan və maraqlı sual idi. Bir nüansda C variantında idiyə diqqət eləmək lazım idi. Zaten C variantında burada işarə elədik, çıxartdıq. Heç lazım olmadı bizə. Gözü su içməmək ifadəsi frazemdir. Gözü su içməmə ifadəsini biz nə zaman işlədirik? Bir şeyə şübhələnəndə, yəni dolayısıyla inanmayanda. Əgər versəydi ki, şübhələnmək də doğru cavab olardı. Onun yerinə sinonimini inanmamağı verib B variantı olmalıydı düzgün cavab. Müqayisə cədvəlindən əsasən doğru fikirləri müəyyən edəsi olsaq, lazım şəklin əvvəlcə bura bunun şəkilçisini yazaq, arzu şəklində şəkilçisini yazaq. Və baxaq. Təsdiqdə işlənsə də inkarda işlənə bilmir. Xeyr, kim deyir onu? A-sı, məsəl üçün, oxuyası, düzdür, bu mamə ilə düzəlməsə də deyil hissəciyi ilə buna inkar verə bilirik. Yəni, inkarda işlənir deyil hissəciyi ilə, oxuyası deyil. Gələsiniz sözü, bunu istəyirəm yaxınlaşdıram. Uşaqlar bəzən deyir ki, əsi hissəsi var burada, güya ki, onu şəkilçiyə oxşadırlar və gələsiniz sözünü tutub lazım şəkli yazırlar. Burada çaşmamaq üçün sizin edəcəyiniz məqam onu birincisi kök və şəkilçiyə ayırmaqdır. Təki gələ, burada ayrıdır. Bir də siniz bilirik ki, şəxs şəkilçidir. Burada tək şəkilçidir. Deməli, bu hansı şəkildədir? Arzu şəklindədir. Çünki onun şəkilçisi çıxdı. Bu, lazım şəklində deyil. Arzu şəklindədir. Lazım şəklində olsaydı, yazacaqdı ki, gələsiniz. Gəl bunu da ayıraq. Gələsiniz. Deməli, gəlməyi biz lazım şəklində işlədəsi olsaq, ikinci şəxsin cəmində gələsiniz olar. Gələsiniz arzu şəklindədir. 1-lə 2 səhvdir. Kaş anar da gəlsin. Burada səni kaş ədatınla çaşdırmağa çalışır. Çünki kaş bilirik ki, arzu ədatıdır da. Kaş təkibarı. Bunu qoyub burada səni çaşdırmağa çalışır ki, güya burada ədat varsa sən bunu arzu şəkli götürəsən. Amma sən bilirsən ki, arzu şəklinin şəkilçisi var və burada bu sözdə gəlsin sözündə arzu şəklinin şəkilçisi iştirak etmədiyinə görə bu hansı şəkildədir? Yadına salırsan ki, bu əmrdir. 3-ü silirsən gedir. İsə köməkçi sözü ilə işlənə bilmir. Əlbəttə işlənə bilmir. Əgər bu qayda yadından çıxıbdırsa, yox, istənilən bir feili götür, gəl, üstə gəl, arzu şəklini artır və isə hissəciyini artırmağa çalış. Gələ isə, belə bir şey yoxdur. Heç şərt şəklindən də işlənmir. Gələsə olmur da. Görürsünüz, deməli, burada tətbiq eləyəndə görürük ki, işləmir. Yəni, bu düzgün variantdır. 4. Sonra cümlənin feili xəbər olur. Əlbəttə, feilin şəkilləri feili xəbər olmaq üçün yaranıblar. 4, 5. Məhsul növdə işlənə bilir. Bəli, hər ikisi işlənə bilir. Deməli, olacaq cavab 4, 5, 6. A variantı. Deməli, mətnlərin də izahını çəkəcəm. Bu, qaydaların izahı idi. Mətnləri də tək-tək çəkib izahını yerləşdirəcəm. Onu da izləyərsiniz. Əgər əlaqə saxlamaq istəyən olsa, hər hansısa bir problemlə bağlı nömrəmi də bura yazıram. Deməli, nəyisə başa düşməsəz, bəlkə mənim şagirdlərim yoxdur, digər şagirdlər də bu videonu izləyəcəkdir. Nəyisə başa düşməsəz müraciət eləyə bilərsiniz. Sağ olun. İndi mətnlərin izahını da digər videoda çəkəcəm.